Əgər deyirsən açım, insaf elə. Hansı istitayət ilə, hansı qüdrət ilə? Dövlət-i Qəviyyə-i Rusiya bu istitayət və qüdrət ilə hələ kəndlərdə məktəbxanalar bina etməyibdir. Biz füqara necə eləyək? Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elmi öyrənsin, onda sənin muradın əmələ gəlməz. Bir gül ilə bahar olmaz. Şəhər xalqı kənd əhlinə nisbət qətrədir dəryaya nisbət. Elmin mənfəəti o surətdə zahidi ki, Kaffe-i Nas, Prus xalqı kimi və yeni dünya xalqı kimi ünsən və zükurən elmdən bəhrəyab ola. Pəs bica yerə bizə tənə etmə, əl çək bizim yaxamızdan. Buna ancaq şakir ol ki, dövlət Rusiyanın təhti himayətində keçən zəmanələrin qoşunkeşliyindən, çapqınından azad olub vəsaiş tapmışıq və zindəganlıqdan razıyıq. Elm öyrənməyə istitayət gərək, ittifaq gərək, vəsilə gərək. Əvvəlan, istitayətimiz yoxdur. Səbəbini izhar etməyə cürət yoxdur. İttifaqımız da yoxdur. Qafqaz səhifəsində sakin olan müsəlmanların yarısı şiədir, yarısı sünni. Şiələrin sünnilərdən zəhləsi gedir, sünnilərin şiələrdən. Heç biri bir-birinin sözünə baxmaz. İttifaq hardan olsun? Vəsiləmiz dəxi yoxdur. Ondan ötürü ki, türki, farsi və ərəbi dillərində 15 ilin müddətinə dək ancaq bir yarımçıq savad kəsb eləməyə qadirik. Əgər müddəsil oxsa, haya, bu dillərdə elmi necə öyrənək? Sənin sözünə qoy Osmanlılar və qızılbaşlar baxsınlar. Bəs onlar niyə elmsizdirlər? Külli Ərəbistan bisavaddır. Ərəblər ya dilənçilik, ya çapavulçuluq edirlər. Külli Anatoliya bisavaddır. Külli İran bisavaddır. Ancaq İstanbulda, Tehranda və Təbrizdə 5-6 nəfər yazan və oxuyan tapılır. Səbəb odur ki, müsəlman dillərində oxumaq çətindir. Bir də şikayət eləyirsən ki, sənin qəzetini alan yoxdur. Sözün çox hesabı. Kim alsın? Bəxtəki şəhərlərdə, kəndlərdə və ovalarda xanzadəmiz, bəyzadəmiz, sövgərzadəmiz, əkinçilərimiz, sərkarlarımız, çobanlarımız oxumaq və yazmaq bilmirlər. Ünas əhli hakaza qəzeti alıb neyləsinlər? Cırsınlar, tullasınlar. Külli İrəvan quberniyasının xalqı türki oxumaq bilmir. Qalan yerlərdə də ki, bir paraları fülcümlə oxumaq, yazmaq bilirlər. Alıblar. Dəxi nə istəyirsən? Sənin muradın o vaxtda kamilən bitər ki, bizim hətta çobanlarımız da Prus çobanları kimi oxumaq, yazmaq bilirlər və Ünas tayfamız da oxumaq bilirlər. Hələ qeyri, mənim bu kağızımı bidon-i ziyad və nüqsan onun cavabı ilə öz qəzetində basasan. Yazıldı Qafqaz səhvəsində sakin olan millət İslamın təqdirən vəkil-i naməlum tərəfindən. Əvvəl-i yanvar sənə 1877.